Salam əziz dostlar. Bu gün sınaq 1-in A variantına baxacağıq. Deməli, birinci sualda bizə deyir ki, A, B, C natural ədədləri üçün A vurulsun B bərabərdir 15 olarsa və B vurulsun C bərabərdir 25 olarsa, A, B, C hasilinin natural bölənlərinin sayını tapın. Aha, uşaqlar, bizim iki vuruğumuz var və bu iki vuruqda ortaq olan B elementidir. 15 ilə 25-in ortaq vuruğu var. Bəli, var. 5. Onda deməli, B neçə olacaq? 5 olacaq. Aha, hansı ədədi 5-ə vuranda 15 eləyir? 3-ü. A olacaq 3. Bəs C neçə olacaq? 5-i neçəyə vuranda 25 eləyir? 5-ə. Deməli, C də oldu 5. Hasilini taparam. Yəni, A vurulsun, B vurulsun, C-ni taparam. 3 vurulsun 5, 15. 15-i də 5-ə vuranda neçə eləyir? 75. Və bizdən nə istəyir? Natural bölənlərinin sayı. Uşaqlar, natural bölənlərin sayını necə tapırdıq? Sadə vuruqlarını ayırdım və qüvvətlərin üzərinə bir gəlib hasilini tapırdım. Deməli, 75-ə sadə vuruqlarını ayırıram. 3, 5, 5, 5, 5. Deməli, 75 nəyə bərabər oldu? 3 vurulsun 5-in kvadratına. Natural bölənlər bərabərdir. 1 üstə 1 vurulsun, 2 üstə gəl 1. Bu da bərabərdir. 2 vurulsun 3-ə, yəni 6. Cavab oldu B variantı. Keçək 2 nömrəli suala. A, 2 nömrəli sualda nə deyir? Deyir ki, A və B natural ədədlərinin ortaq olmayan sadə vuruqlarının hasili. Biz demişdik, ortaq olmayan sadə vuruqların hasili hansı hərflə işarə olunur? C ilə. Deməli, C-yə neçədir? 10. Ən kiçik ortaq bölünən isə, yəni əkobu isə 20 olarsa, AB hasilini tapın. Uşaqlar, bizim əkobla bağlı düsturumuz var idi. Deyirdik ki, əkob AB bərabərdir. Kök altında A vurulsun, B vurulsun, C-yə. Gətirib yerinə qoyuram. Əkobumuz neçədir? 20. 20 bərabərdir. Kök altında AB hasilini bilmirəm. A vurulsun, B vurulsun, C, yəni 10. Hər tərəfi kvadrata yüksəlsən. 20-nin kvadratı bərabərdir. Kök altında A vur, B vur, 10-un kvadratı. Kvadrat kökü aparır. Nə qalır? 400 bərabərdir. A vurulsun, B vurulsun, 10. Hər tərəfi 10-a bölsəm, A, B hasili nəyə bərabər olacaq? 40-a. Cavab A variantı. Keçək 3 nömrəli tapşırığa. A, 3 nömrəli tapşırıqda bizə nə verilir? Deyir ki, 10-da 2 bölünsün 100-5, üstə gəl 10-da 3 bölünsün 1000-də 6, üstə gəl 10-da 1 bölünsün 1000-də 2. Əvvəlcə nə edirəm? Sürəti və məxrəci, uşaqlar, onluq kəsirdən adi kəsirə çevirərəm. Bunun üçün də nə edirəm? Sürət və məxrəci 100-ə vuraram. 0,2-ni vuraram 100-ə. Həmçinin 0,5-i vuraram 100-ə. Üzərinə gələrəm. Hər ikisini neçəyə vuracam? 1000-ə. 0,3 vurulsun 1000 bölünsün. 1000-də 6 vurulsun 1000. Üstə gəl. Həmçinin burada da 1000-ə vuraram. 0,1 vurulsun 1000 bölünsün. 1000-də 2 vurulsun 1000. Bərabərdir. Yuxarıda nə alınacaq uşaqlar? 20 bölünsün 5. Üstə gəl. 300 bölünsün 6. Üstə gəl. 100 bölünsün 2. Bu da bərabərdir. 20-ni 5-ə böləndə 4. 306-ya böləndə 50. 100-ü də 2-yə böləndə 50. Cavab eləyəcək 104. A variantı. Keçək 4 nömrəli tapşırığa. Deyir ki, Adəm pulunun 3də 1-ni və 5 manat xərcləyəndən sonra 15 manat pulu qaldı. Aha, Adəmin nə qədər pulu var? X manat. Və deyir ki, bu X manatın nə qədərsini xərcləyib? 3də 1-in, yəni X-in 3də 1-i neçə eləyir? 3də 1 X-in və 5 manat xərcləyib. Aha. Bu hissə Adəmin xərclədiyi puldur uşaqlar.
Deyir ki, xərcləyəndən sonra 15 manat pulu qaldı. Əla. Gələm indi bunu həll eləmə. X çıxılsın. 3-də 1 x çıxılsın. 5 bərabərdir 15-ə. X-də 3-də 1 x-i çıxanda neçə eləyəcək? Ortaq məxrəcə gətirərəm 3. 3x-dən x-i çıxanda 2x bölünsün 3 bərabərdir. 15-in üzərinə 5 gəlsəm 20. Çarpaz vursam nə olacaq? 2x bərabərdir 3-ü 20-yə vuranda 60. X də bərabərdir 30-a. Cavab olacaq C variantı. Keçək 5 nömrəli tapşırığa. 5 nömrəli tapşırıqda nə deyir? Deyir ki, 0 tam dövrdə 4, 0 tam... Keçək 5 nömrəli tapşırığa. 5 nömrəli tapşırıqda deyir ki, cəminin 3-də 1 hissəsini tapın. Gəlin tapaq. Baxın uşaqlar, birinci nə edərəm? Mötərizənin için həll eləyərəm. Gəlin yazaq. Dövrdən çıxardıram 9-da 4, üstə gəl. 90-da nə edəcəkdim dövrдədirsə? 90-da 46-dan çıxacam 4-ü, eləyəcək 90-da 42. Yazıram 90-da 42. Həmçinin bu neçə eləyəcək? 90-da 91 çıxılsın 9, yəni 90-da 82. Gətirib yazıram. Üstə gəl 90-da 82. Bölünsün. Bəs bunu yazmışdıq ki, nədir 90-da 82-dir. Bölmə əməlidir. Nə edəcəm? Tərsinə vuracam. 82-də 90-a vuracam. Bərabərdir. Ortaq məxrəc tapsam, nə eləyəcək 90? Yazıram. 90-da 10-a vuracam 40, 40 üstə 42, 82. 82 üstünə də 82 gəlsəm, eləyəcək 164. Bərabərdir. 164 bölünsün 90 vurulsun 82-də 90. İxtisar eləyərəm. 164 də 82 2 qalır. Və deyir ki, cəminin 3-də 1 hissəsini tapın. 2-nin vuracam neçə 3-də 1-ə? Bu da eləyəcək 3-də 2. Cavab oldu D variantı. Keçək 6 nömrəli tapşırığa. Deyir ki, ədədin 10-a bölünməsindən alınan qalıq 9 olarsa, bu ədədin 5-ə bölünməsindən alınan qalığı tapın. Biz ədədi 9 da götürə bilərik. Zaten 9-u 10-a böləndə qalıq 9 alınır. Ona görə 9-un özünü götürərəm. Və bizdən nə istəyir? 5-ə bölünməsindən alınan qalıq. 5-ə böləndə də 1, qalıq da 4 eləyir. Cavab olacaq B variantı. Keçək 7 nömrəli tapşırığa. Deyir ki, A bölünsün B bərabərdir 5-də 4 və əbob AB 12 olarsa, B minus A fərqini tapın. Uşaqlar, mən bunu K-larla ifadə eləyə bilərəm. A-ya deyərəm 4K, B-yə deyərəm 5K. Gətirib yerinə qoyaram. Əbob 4K, 5K bərabərdir 12. Bizim düsturumuz var idi. Deyirdi ki, əbob K və KB bərabərdir K vurulsun əbob AB-yə. Yəni, bunu belə yaza bilərəm. Yazaram. K-nı çıxardaram qarşıya. Qalar nə? Əbob 4 və 5. Bərabərdir 12. 4 ilə 5 qarşılıqlı sadə ədəd olduğuna görə əbobu bizə 1-i verir. Bunun əbob oldu 1. K vurulsun 1 bərabərdir 12-yə. K da bərabərdir 12. Fərqini tapın deyir. Gətirib yerinə qoyacam. A 4K idi. 4-ü 12-yə vuranda 48. B isə 5K idi. 5-i 12-yə vuranda 60. 60-dan 48-i çıxanda eləyir 12. Cavab oldu D variantı. Keçək 8 nömrəli tapşırığa. Deyir ki, qonşu bucaqlardan biri digərinin 5-də 4 hissəsini təşkil edir. Birini alfa deyək, digər nə olacaq? 5-də 4 alfa. Qonşu bucaqların cəmi demişdik ki, neçəyə bərabərdir? 180 dərəcə. Toplayaram. Alfa üstə gəl 5-də 4 alfa bərabərdir 180-ə. Ortaq məxrəc 5-dir. Eləyəcək 5 alfa üstə 4 alfa 9 alfa bərabərdir 180-ə. Buradan çarpaz vursam 9 alfa bərabərdir 180 vurulsun 5 900.
Alfa da bərabərdir 100-ə. Alfanı tapdım. Bəs digər neçə olacaq? 5-də 4-ü vursam 100-ə eləyəcək 80. Bizdən böyük bucaq istədiyinə görə cavab C variantı olacaq. Keçək 9 nömrəli tapşırığa. 4 ardıcıl tək ədədin cəmi. Aha, ardıcıl tək ədədləri necə götürürdü? 2n minus 1, 2n plus 1. Çünki ardıcıl deyirsə özündən sonra gələn necə olur? 2 vahid böyük olur. 2n plus 3, 2n plus 5. Cəmi 144 olarsa, gəlin cəmləyək. Cəmliyək 2n, 4 dənə də o eləyir 8n. Mənfi 1 üstə 1, 0, 3 üstə 5, 8. Üstə gəl 8 bərabərdir 144-ə. Bu ədədlərindən ən böyüyü ilə ən kiçiyinin əkobunu tapın. Aha, gəlin baxaq. Buradan 8n-i tapın. 144-dən 8 çıxanda neçə eləyir? 136. N bərabərdir. Neçə eləyəcək? 1, 56-ın içində də 8, 7 dəfə 17. Ən kiçiyi 2n minus 1-dir. Ən böyüyü isə 2n plus 5-dir. Gətirib yerinə qoyuram. 2 vurulsun 17, çıxılsın 1. 2, 17, 34, 1 çıxanda 33. 2 vurulsun 17, üstə gəl 5. Bu da elədi 39. Bizdən neyini istəyir? Əkob. Əkob 33 və 39. Aha. 33-ü bölərəm. 3, 11, 11, 1. 39-u bölərəm. 3, 13, 13, 1. Ən böyüyünü götürdüm 39. Digərində olmayan. Digərində yoxdur 11. 39 11-ə vuranda neçə eləyir? 429. Cavab olacaq A variantı. Keçək 10 nömrəli tapşırığa. Deyir ki, uyğun tərəfləri perpendikulyar olan bucaqlardan biri digərindən 5 dəfə böyükdür. Yəni biri alfadırsa, digəri neçə olacaq? 5 alfa. Və cəmləri nəyə bərabər olacaq? 180-ə. Yəni alfa üstə gəlib 5 alfa bərabərdir 180-ə. 6 alfa bərabərdir 180. Alfa da bərabər olacaq 30 dərəcə. Deməli, alfa 30 dərəcəsə 5 alfa da 150. Bu bucaqlardan kiçiyini tapın deyir. Cavab olacaq Y variantı. Yəni 30. Keçək 11 nömrəli tapşırığa. Nə deyir 11 nömrəli tapşırıqda? A plus B bölünsün B bərabərdir 4-dür. Və əkob AB vurulsun əbob AB 12 olarsa, A üstü B-ni tapın. Uşaqlar, əkob AB vurulsun əbob AB bərabərdir AB hasilinin özünə. Bizə də neçə verib AB hasilinin? 12. Deməli, A vurulsun B neçə olacaq? 12 olacaq. Aha. Gəlin bunu sadələşdirək. Çarpaz vuraram. Çarpaz vursam nə olacaq? A plus B bərabərdir 4B-yə. B-ni keçirdirsəm sağ tərəfə. A bərabərdir 4B-dən B çıxsam 3B-yə. K-larla ifadə eləsəm bəs necə olacaq? A bərabərdir 3K-yə. B də bərabərdir K-yə. Gətirib yerinə qoyuram. 3K vurulsun K bərabərdir 12-yə. 3K-nın kvadratı bərabərdir 12-yə. K kvadrat bərabərdir 12-ni 3-ə böləndə neçə eləyir? 4. Deməli, K neçə olacaq? Hansı ədədin kvadratı 4 eləyir? 2-nin. K 2-dir. Gətirib yerinə qoyuram. 3, 2, 6. K-da 2 idi zaten. Məndən nə istəyir? A üstü B-ni. Yəni 6-nın kvadratı. Bu da eləyir 36. Cavab olacaq Y variantı. Keçək 12 nömrəli tapşırığa. 12 nömrəli tapşırıqda nə deyir? Düz xətt üzərində qeyd olunmuş 10 nöqtənin əmələ gətirdiyi parçaların sayı şüaların sayından neçə faiz çoxdur? Uşaqlar, əvvəlcə şüa düsturun yadımıza salaq. Şüaları necə tapırdıq? Deyirdi, n sayda nöqtə varsa, 2n sayda şüa var. Bəs parçaları necə tapırdıq? Deyirdi, əgər n sayda nöqtə varsa, n vurulsun n minus 1 bölünsün. 2 sayda da nə var? Parça var. Və mənim nöqtəm 10-dur. Gətirib yerinə qoyuram. 2 vurulsun 10 bərabərdir 20-yə. 10 vurulsun 10 minus 1 9 bölünsün 2. Bu da eləyir 45-ə. Şüaların sayından neçə faiz çoxdur? Parçanın sayı şüanın sayından neçə faiz çoxdur? Bu da eləyəcək 225. Bizim əvvəlki faizimiz nə qədər idi?
100%. 225-dən də çıxaram 100%-i, bərabər eləyər 125%. Cavab oldu B variantı. Keçək 13 nömrəli tapşırığa. Nə deyir 13 nömrəli tapşırıqda? Deyir ki, bir fəhlə işi 8 saata, digəri isə 10 saata yerinə yetirir. Onlar birlikdə 2 saat işləsələr, işin hansı hissəsini? İndi qulaq asın. Birinci fəhlə 8 saata görür bir işi. Deməli, 8 saata görülən işin 8-də 1-ini tapacağım. Yəni, 1 saata nə qədəsi görünəcək? 8-də 1-i. Üzərinə gələcəm 10-da 1-i. Neçə saat işləyir bunlar? 2 saat. Vuracam 2-yə. Bərabərdir. 8-də 1 ilə 10-da 1-i toplasam neçə eləyəcək? Ortaq məxrəc 40. 40-ı 8-ə böləndə 5, 40-ı 10-a böləndə 4. 5 üstədə 4, 9. Vurulsun 2. Bu da bərabərdir. 40 ilə 2 ixtisar eləsəm, qalacaq neçə? 20-də 9. Cavab olacaq A variantı. Keçək 14 nömrəli tapşırığa. Bölünmə əlaməti nə idi? Bölünən, bölən, qismət. Bizə nə deyir? Bölən 10-dur, qismət 13-dür, qalıqda 8-dir. Bölünəni bilmirəm. X nə ifadə edirəm? X bölünsün 10, bərabərdir. Qismət 13-dür. 13, qalıq neçədir? 8-dir. Bölünəni tapın. Ay uşaqlar, buradan bölünəni necə taparam mən? Bölünən bərabərdir. Yəni, X bərabərdir. Onu vuraram 13-ə. Üzərinə nə gələrəm qalığı? Onu 13-ə vuranda eləyir 130. 8 də gələndə eləyəcək 138. Cavab elədi C variantı. Keçək 15 nömrəli tapşırığa. Uşaqlar, belə misalları necə həll edirdi? Deyirdik ki, birinci əvvəlkin götürürük. Bir də ən sonuncu. Çıxırdıq. Yəni 2-də 3-dən çıxacam 50-də 3-ü. Və aralarındakı fərqə. Aralarındakı fərq deyəndə uşaqlar çaşır. Aralarında yəni məxrəcdə baxın necə artır? 8, 2 üstə 8, 10. 10 üstə 8, 18. 18 üstə 8, 26. Deməli, vuracam 8-də 1-ə. Bərabərdir. Ortaq məxrəc nədir bunları? 50. 50-ni 2-yə böləndə 25, 1. 25-i 3-ə 75, 75-dən 3 çıxanda 72. Vuracam 8-də 1-ə. Bu da eləyəcək neçə? İxtisar aparsam 50-də 9. Cavab elədi D variantı. Keçək 16 nömrəli tapşırığa. Nə deyir bu 16 nömrəli tapşırıqda? Deyir ki, AB ədədinin rəqəmləri bu bərabərliyi ödəyərsə, bu ədədin rəqəmləri cəmini tapın. Gəlin yazaq. A plus B bölünsün A minus B bərabərdir 2-də 3-ə. Neynəyəcəm? Çarpaz vuracam. Gəlin çarpaz vuraq. Olacaq 2 vurulsun A plus B bərabərdir 3 vurulsun A minus B-yə. Vurub açaq mötərizələri. 2A üstə gəl 2B bərabərdir 3A minus 3B. Uşaqlar, A-ları bir tərəfə yığarım. B-ləri də bir tərəfə. Yazaram 2B. Sol tərəfə keçirəm. Nə olacaq? Üstə gəl 3B. Bərabərdir 3A çıxılsın 2A. Sağ tərəfə keçirdim. Yadınızda saxlayın. Məhsul, yəni bərabərliyin sağına keçir. Fərqi yoxdur. Məhsul olur, sərbəst olur. Yerin dəyişirsə və bərabərliyin sağına və yaxud da soluna keçirirsə, işarəsi əksinə olur. Yəni mənfidirsə müsbət, müsbətdirsə mənfi olur. Olacaq 5B bərabərdir A-ya. Buradan B-ni K-larla ifadə edə bilərəm. Aha, AB ədədi istəyir zaten. K-larla ifadə eləməyimizə də ehtiyac yoxdur. A-ya deyərəm 5, B-yə deyərəm 1. Deməli, bizim rəqəmləri cəmini istəyir. 5 üstə gəl 1 bərabərdir 6 olacaq. Keçək 17 nömrəli tapşırığa. Nədir bu 17? Deyir ki, 500 ədədinin mürəkkəb bölənlərinin sayını tapın. Uşaqlar, 500-ü yazaram 5 vurulsun 100 bərabərdir. 100-ü necə yazaram? Onun kvadratı kimi. Bunun birinci natural bölənlərini taparam. 1 üstə gəl 1. Deyir ki, 500 ədədinin mürəkkəb bölənlərinin sayını tapın. 500-ü necə yazaram? 5 vurulsun 100. Bu da bərabərdir. 5 vurulsun 25 vurulsun 4. Yəni 2-nin kvadratı. Eləcək 2-nin kvadratı vurulsun 5-in kubu. Natural bölənlərinin sayı neçəyə bərabərdir uşaqlar? Dedi, üstləri toplu bir vahid artırıb.
hasilinə vururuq. 2 üstəgəl 1, 3 üstəgəl 1. Bərabər 4 vurulsun 3, 12. Deməli, mənim 12 dənə natural bölənim var. Bu 12 dənəsindən 2 dənəsi sadədir. Deyəsə ki, hardadır o müəllim? Baxın, bu 2 ilə 5. Bu 2 dənəni çıxdım. Ay uşaqlar, bir dənə də 1 var axı. O 1-i də çıxıram. 12-dən 2 çıxanda 10, ondan da 1 çıxanda 9. Cavab elədik 9. Keçək 18 nömrəli tapşırığa. Deməli, 18 nömrəli tapşırıqda deyir ki, uyğun tərəfləri paralel olan bucaqların cəmi 200 dərəcədir. Uşaqlar, uyğun tərəfləri paraleldirsə, deməli bucaqlar bir-birinə bərabərdir. Cəmi 200 dərəcədirsə, toplayaram 200-ə bərabər eləyərəm. Taparam ki, alfa neçəyə bərabər imiş? 100-ə. Keçək 19 nömrəli tapşırığa. Bizdən nə istəyir? A, B, C bucağın istəyir. Bunu tapmaqdan ötürü nə edərəm? Tamamlayıcı xəttlər çəkərəm. Baxın, bu bucağa bir dənə belə çəkərəm. Bunu bir damcı nəzildəyik. Aha. Baxın, buna uyğun birini çəkirəm. A, deməli, baxın uşaqlar, bura 45-dirsə, bu bucaq neçə olacaq? Burada 45 olacaq, çünki bərabər olacaqlar. Sonra, baxın, bu hissə də 45 olacaq. Səbəb, çünki qarşı bucaqlar. Demişdi, qarşı bucaqlar bir-birinə necə olur? Bərabər olur. Bəs bu bucaq neçə olacaq? Bilirik ki, açıq bucağın cəmi 180-dir. 180-dən 153-ü çıxsam, eləyəcək 27. Deməli, bu bucağımda oldu 27. Üç bucağın daxili bucaqların cəmi 180 dərəcədir. 180-dən çıxaram 27 plus 45-i. Bu da bizə neçə verər? 108 edəcək. Açıq sualdır, zaten cavab yoxdur. Cavab oldu 108 dərəcə. Keçək 20 nömrəli suala. 20 nömrəli sualda nə deyir? Deyir ki, A bərabərdir bu olarsa, A ədədinin 13-də 9 hissəsini tapın. Uşaqlar, gəlin əvvəlcə A-nı tapaq. -6-da 1 çıxılsın, 20-də 3, üstəgəl 18-də 7. Bərabərdir. Aha, bunları ortaq vuruqda tapa bilərəm. Gəlin tapaq. Ortaq vuruğumuz neçə olacaq? 180. 180-i 6-ya böləndə 30, 20-yə böləndə 9, 18-ə böləndə 10. Yazacağım -30, çıxılsın 27, üzərinə gələcəm 70-i. Bərabərdir. -30, -7, 27, eləyir -57, üzərinə də 70 gələndə eləyir 13. 180-də 13 alındı. Və bizə nə istəyir? 13-də 9 hissəsini. 180-də 13 vurulsun 13-də 9. 13-lər gedər, 9-lar da gedər. Cavab qalacaq 20-də 1. Bunu da onluq kəsir kimi yazsaq 0,5. Keçək 22 nömrəli tapşırığa. 21 nömrəli tapşırığa. Nə deyir 21-də? 15-ə və 25-ə böldükdə qalıqda 4 alınan bütün 3 rəqəmli ədədlərin sayını tap. Əvvəlcə nə tapmalıyam? 15-ə və 25-ə bölünən ədəd. Yəni əkobu. 15 ilə 25-in əkobu uşaqlar 75-dir. Deməli, mənə nə deyir? 3 rəqəmli ədəd. 75 2 rəqəmli olduğuna görə 75-dən 2-yə vursam neçə eləyər? 150. Deməli, 150-də başlayır. Ta ki, neçəyə qədər davam eləyir? Ən böyüyü, deməli, 975 olacaq. 975-ə qədər davam eləyir. Deyəcəyiz ki, deyir ki, qalıqda 4 alınan. Qalıqda 4 alınırsa 154, 979 olacaq. Deyəcəyiz ki, 979 çıxsın 154. Bölünsün neçə? 75. Çünki bu ədədlər 75-ə bölünür və qalıq 4 alınır. Üzərinə də uşaqlar bircə dənə özün gələcək. Yəni plus 1. Bərabərdir. 979-da 154 çıxanda neçə eləyir? 4,
7-dən 5 2, 9-dan 1 8. Bölünsün 75. Üstəgəl 1 bərabərdir. Bir dəfə, 10, bir dəfə. Üzərinə də 1 gəlsəm eləyəcək 12. Cavab 12. Keçək 22 nömrəli tapşırığa. Aha, uşaqlar 22-də neyəcəm? Baxın, birinci hissəni həll eləyərəm. Nə olacaq? 99-da AB üstəgəl 99-da BA bərabərdir. AB-ni atıram. 10A üstəgəl B. Bölünsün 99 üstəgəl 10B üstəgəl A. Bölünsün 99. Ortaq məxrəc zaten 99-dur. Toplasam 11A üstəgəl 11B bölünsün 99 eləyəcək. Ortaq vurğu 11-i çıxarsam nə qalacaq? 11 vurulsun A plus B bölünsün 99. İxtisar eləsəm A plus B bölünsün 9 qalacaq. Keçirəm ikinci hissəni yerinə yetirməyə. 900-də AB çıxılsın B üstəgəl 900-də BA çıxılsın A bərabərdir. Ortaq məxrəcə gəlin indidən gətirək. 10A üstəgəl B çıxılsın B üstəgəl 10B çıxılsın üstəgəl A çıxılsın A. Bölünsün 900. Uşaqlar A'lardan biri mənfi, biri müsbət, B'lərdən biri mənfi, biri müsbət islah olur. Nə qalır? 10 vurulsun A plus B bölünsün 900. Bu da bərabərdir. İxtisar eləyirəm. Nə qalacaq? A plus B bölünsün 90. Və bizim bir dənə kəsir xəttimiz var. Yəni bölmə. Tərsinə neynəyəcəm? Vuracam. Yəni A plus B bölünsün 9-u vuracam. A plus B də 90-a. A plus B'lər gedər, qalacaq 10. Cavab elədik 10. Keçək 23 nömrəli tapşırığa. Deməli, deyir ki, uzunluğu 300 kilometr olan yolun iki tərəfinə də hər 100 metrdən bir dirək batırılarsa, ümumi dirəklərin sayını tap. Uşaqlar, 300 kilometri əvvəlcə metrə çevirək. Neçə eləyəcək? 300.000 metr. Baxın, mən dirək əkməyə başlasam, yəni dirək batırsam, birincidən başlayıram da, yəni birinci batırıram, sonra 100 metrdən sonra ikincini batırıram, sonra 100 metrdən sonra üçüncünü və ən axırda da sonuncunu batırıram. Bu 3000-i, daha doğrusu 300.000-i böləcəm neçəyə? 100-ə. 2-0 getdi, qalacaq nə? 3000. Axı mənim bu əvvəlcədən batırılmış dirəyim də var axı. Bunu da üstünə gələrəm, eləyər 3001 dirək. Həmçinin yolun iki tərəfinə də, yəni bir üzünə çəkdim. İndi keçirəm digər ikinci üzünə çəkməyə. Ona görə də 3001-i vuracam neçə 2-yə? Eləyəcək 6002. Cavab 6002 eləyəcək. Keçək 24 nömrəli misala. Məxrəci 60 olan düzgün kəsirlərdən neçə sonlu onluq kəsir şəklində yazmaq. Aha, uşaqlar, 60-ı sayda bölənlərini ayırsam nə olacaq? Deməli, 2-nin kvadratı 4 vurulsun 3 vurulsun 5. Düzdürmü? Mənə sonlu onluq kəsir dediyinə görə 2-ləri və 5-ləri götürəcəm. Yəni 2-nin kvadratı vurulsun 5. Neçə eləyir? 20. Deyir ki, neçəsini sonlu onluq kəsir şəklində yazmaq olar. Bunu qayda şəklində yadınızda saxlayın. Bir vahid çıxıram. Çünki 60-ın özü də var axı. 20-dən çıxıram. 1-i bərabər eləyirəm 19-a. Keçək 25 nömrəli tapşırığa. Uyğun tərəfləri. Bu həmçinin qayda kimi də belə yadınızda saxlaya bilərsiniz ki, sizdən sonlu onluq kəsiri istəyirsə, neçə dənə sonlu onluq istəyirsə, bunları necə tapacam? 2 və 5-lərin vurğularını tapacam, vuracam bir-birinə və bir vahid azaldacam. 25. Uyğun tərəfləri perpendikulyar olan alfa və beta bucaqları üçün 4 alfa plus beta bölünsün 2 alfa minus 3 beta bərabər 3 olarsa, alfa minus beta fərqini tap. Uşaqlar, əksinə vuraram, əksinə deyirəm, çarpaz vuraram. Yəni, neçə olacaq? 4 alfa üstəgəl beta bölünsün yazmaq, promoyu çarpaz vuraq. 3 vurulsun 2 alfa minus 3 beta. Yazıram 4 alfa plus beta bərabərdir 6 alfa çıxılsın 9 beta. Alfaları bir tərəfə, betaları da bir tərəfə yıxsam neçə olacaq?
Beta plus 9 beta bərabərdir 6 alfa çıxılsın 4 alfa. Eləyəcək 10 beta bərabərdir 2 alfaya. Hər tərəfi 2-yə bölsəm 5 beta bərabərdir alfaya. Plusdakı uşaqlar. Alfa minus beta fərqim nəyə, cəmim neçəyə bərabərdir mənim? Çünki perpendikulyardır. Yəni cəmim 180-ə bərabərdir. Alfanın yerinə 5 beta qoysam 180 eləyəcək. 6 beta bərabərdir 180-ə. Beta da bərabərdir 30-a. Betanı tapdım ki 30-dur. Alfa neçə olacaq? Alfa neçə olacaq uşaqlar? Alfa da 5 betaya bərabərdir. Onda alfa 150 dərəcə olacaq. Məndən alfa minus betanı soruşur. 150-dən 30-u çıxsam eləyəcək 120 dərəcə.